Bakının eks-merləri Ramiz Mehdiyev kimin düşməni, kimin dostu olub? Ramiz Mehdiyev olayı ətrafındakı müzakirələr bitmək bilmir. Dəyərli izləyicilər, uzun illər prezident administrasiyasına rəhbərlik etmiş 87 yaşlı akademik barəsində irəli sürülmüş ittihamlar ölkə gündəminə bomba kimi düşüb və uzun illər siyasi inzibati sistemdəki rolu nəzərə alınanda onun Bakı şəhərinin idarə edilməsi proseslərinin təsirini də qeyd etməmək olmaz və Mehdiyevin fəaliyyət illərində paytaxt idarəçiliyində, yəni Bakı şəhər icra hakimiyyətinin rəhbərliyində rol alan şəxslərlə bəs münasibətlər necə olub? Bu da olduqca maraqlı bir məqamdır və paytaxt meri və ya şəhər icra hakimiyyətinin başçısı funksiyası Bakı üçün bilirsiniz ki, xüsusi bir önəm daşıyır. Təbii ki, merin fəaliyyətinə mərkəzi hakimiyyətdən verilən göstərişlər, nüfuzlu məmurlarla münasibətlər də təsirsiz ötüşmür. Mehdiyev kimi mərkəzdə təsiri olan bir şəxs Bakı merləri ilə əməkdaşlıq, hesabatlıq, bəzən də çəkişmə istisna hal sayılmamalıdır. Yəni hər cür situasiya bu barədə ola biləndir. Mehdiyevin adı gündəmə gələndə Bakı merləri də şübhəsiz yada düşür. Bəs müstəqillikdən sonra Bakı şəhər icra hakimiyyətinə kimlər rəhbərlik edib? Modernas Bakının keçmiş merlərini qısaca olaraq oxuculara xatırladır. Mən sizə bunu maksimum şəkildə qısa təqdim etməyə çalışacağam. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Bakı şəhəri icra hakimiyyətinin başçısı Ağa Səlim Bağırov olub və o 92-ci ilin aprel ayının 15-dən iyul ayının 4-ünə qədər bu vəzifədə çalışıb və Bağırov Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı mühəndis vəzifəsində işləyib, sonra isə 13 il ərzində Azərbaycan SSR Ticarət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb, həmçinin də yəni müxtəlif burada vəzifələr qeyd olunub, onları təkrarlamağa ehtiyac yoxdur və həmçinin də daha sonra qeyd olunub ki, Gülməmmədov 1980-1982-ci illərdə Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ixtisaslaşdırılmış təmir tikinti idarəsinin rəisi, 1982 və 84-cü illərdə Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ixtisaslaşdırılmış təmir tikinti trestinin müdiri və digər vəsair kimi vəzifələrdə çalışıb. Həmçinin də burada Yaqub Məmmədovun da adı çəkilir. Qeyd olunur ki, Rauf Gülməmmədov 91-92-ci illərdə Bakı şəhər icra hakimiyyətinin başçısının birinci müavini vəzifəsini daşıyıb və o 23 aprel 92-ci ildə ölkə prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin o vaxtki sədri Yaqub Məmmədovun qərarına görə baş nazirin müavini vəzifəsinə təyin edilib və Rauf Gülməmmədov 18 may 1992-ci ildə prezidentin səlahiyyətlərini icra edən Ali Sovetin sədri İsa Qəmbərin fərmanı ilə bu vəzifəyə yenidən təyinat alıb və daha sonra isə deməli Rauf Gülməmmədov 4 iyul 1992-ci il tarixində Əbülfəz Elçibəyin 31 nömrəli fərmanı ilə vəzifəsinə azad edilib və elə həmin gündə Əbülfəz Elçibəy Rauf Gülməmmədova Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib və o 3 iyul 93-cü il tarixində Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra edən Ali Sovetin sədri Heydər Əliyevin fərmanına görə Bakının meri vəzifəsindən azad edilib və o 99-cu ildə Bakıda vəfat edib. Ümumiyyətlə bu adı çəkilən eks-merlər Ramiz Mehdiyev prezident administrasiyasına rəhbər gələnə qədər işlədiklərindən onların yolları kəsişməyib. Bəs kimlərlə Ramiz Mehdiyevin yolları kəsişib? Məsələn, müstəqillik illərində paytaxtın 3-cü icra başçısı Rafael Allahverdiyev olub və o 2000-ci ilin deməli oktyabrın 16-sına qədər bu vəzifədə çalışıb, 93-cü ildən 2000-ci ilə qədər bu vəzifədə çalışıb və onun həmin dövrdə çalışdığı dövrdə Ramiz Mehdiyevin prezident administrasiyasının rəhbərlik etdiyi zamanla üst-üstə düşüb və bu iki məmur daha çox konflikt şəklində olublar. Yəni yaxşı münasibətləri olmayıb, bir-birlə konflikt şəklində hər zaman münasibətləri olub və Allahverdiyevdən sonra paytaxtın icra hakimiyyətinə rəhbərlik təbii ki, Hacıbala Abutalıbova tapşırılıb və Abutalıbov da 95-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayına kimi Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinin başçısı işləyib və həmçinin də 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər bir il müddətinə baş nazirin müavini vəzifəsinə çalışıb və bu kimi müxtəlif strukturlarda fəaliyyət göstərib. Ümumiyyətlə 2021-ci ilin martın 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayında Hacıbala Abutalıbov qurumun idarə heyətindən də kənarlaşdırılıb. Onu əvvəlcə Yapın Veteranlar Şurasına da daxil etməyiblər. Yalnız 6 aydan sonra onun könlünü almaq üçün adını Yapın Veteranlar Şurasının siyahısına
əlavə eləyiblər və ümumiyyətlə Hacıbala Abutalov həmişə media üçün maraq kəsb edən bir personaj olub, bir şəxs olub. Lakin Hacıbala müəllim tutduğu vəzifədən uzaqlaşdırılandan sonra onun səs sorağı da kəsilib və adətən səs-küylü hadisələrə özünə məxsus bir üslubda reaksiya verən Hacıbala Abutalov 5 ildir ki, mətbuatda gizlənir. Media sonuncu dəfə onun Ramiz Mehdiyev haqqında məqaləsini yayımlayıb, özünü isə görməyib. Yeri gəlmişkən Hacıbala Abutalov 2022-ci ilin fevralında Ramiz Mehdiyev haqqında qələmə aldığı məqalədə belə deyir. Bəzi yüksək rütbəli məmurlar, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev tutduqları vəzifələrdən sui-istifadə edərək qanunların aliliyinə məhəl qoymur. Onların istədikləri kimi tapdalayır və pozurlar. Buna misal olaraq Mehdiyevin karantin qaydalarına zidd olaraq dəbdəbəli və təmtəraqlı şəraitdə bir çox vəzifəli, eləcə də vəzifədən uzaqlaşdırılmış keçmiş məmurların iştirakı ilə nəvəsinə toy etməsi hadisəsinə münasibət bildirməyimizi bir vətəndaş olaraq özümüzə borc bilirik. Açığı, kütləvi informasiya vasitələrində bu xoşagəlməz hadisənin işıqlandırılması Azərbaycan vətəndaşlarının əksər təbəqələrində Mehdiyevə qarşı dərin nifrət və ikrah hissini oyatmış, xalqın böyük əksəriyyətinin qəzəbinə gətirib çıxarmışdı. Təəssüf hissi ilə də olsa qeyd etməliyik ki, Mehdiyevin və onun ətrafının bu qanuna zidd olan hərəkətləri nəinki milli həmrəyliyin, insanlar arasında sosial bərabərliyin möhkəmlənməsinə xidmət etmir, əksinə hakimiyyət iyerarxiyasında təmsil olunan məmurların özbaşınalığı, xalqdan ayrı düşməsi kimi mənfi təsəvvürlər yaradır və bu məqaləyədək Abutalovla Mehdiyevin münasibətlərinin düşmənçilik səviyyəsində olduğu barədə məlumat yayılmamışdı və ehtimal ki, Abutalov 2022-ci ildə artıq vəzifədən getmiş Mehdiyev barəsində axına qoşularaq belə bir yazı qələmə almışdı deyə belə bir maraqlı məlumat var. Keçmiş hakim Kamal Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı prosesdə adının hallanmasına münasibət bildirib və o Mehdiyevlə əlaqəsinin olmadığını deyib. Məlum olduğu kimi Əliyev Tərtər işi ilə bağlı verilən qərarlara görə məhkəmə sistemindən uzaqlaşdırılıb. Bir müddət əvvəl keçmiş deputat Elton Məmmədov da onu Tərtər işi ilə bağlı qərar verməkdə, eləcə də sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov və Ramiz Mehdiyevlə əlbir olaraq hərbçilərə zülm etməkdə ittiham etmişdi. Tərtər işi çərçivəsində casusluq iddialarına görə Bakıdakı separatçıların da mühüm faktları aça biləcəkləri deyilir. Bu prosesə Ramiz Mehdiyev və keçmiş qondarma rejimin liderləri Arkadi Qoqasyan, Bako Sakyan, Arayik Artunyan Tərtər işi ilə bağlı dindirilə bilərmi? Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri hüquqşünas Xəyal Bəşirov qeyd edir ki, Tərtər işdə daxil olmaqla bir çox mövzuları bu əhatə edə bilər. Tərtər işi artıq çox mürəkkəb və həssas bir mövzuya çevrilib. Bu mövzu bəzən Azərbaycan dövlətinə qarşı, hətta Azərbaycanın hərbi siyasi qələbəsinə kölgə salmaq məqsədi ilə istifadə olunur. Bildiyimiz kimi dövlətimiz bu iş üzrə istintaqı yenidən aparmağa qərar verdi. Nəticədə bir çox şəxs bəraət aldı. Bəzi şəxslər isə məsuliyyətə cəlb edildi. Bu faktlar onu göstərir ki, mövzu dövlət üçün ciddi əhəmiyyət kəsb edir. Bununla belə daxildə və xaricdə müəyyən qüvvələr mövcud hadisədən dövlətimizə qarşı istifadə etməyə çalışır və təəssüf ki, bu qüvvələr arasında ölkə daxilindən olanlar da var. Ermənistan tərəfi zaman-zaman məsələdən manipulyasiya məqsədi ilə istifadə etməyə cəhd göstərir. Əlbəttə, bütün bunlar Azərbaycanın qələbəsinə və ərazi bütövlüyünün bərpasına kölgə gətirə bilməz. Lakin hələ də mövzu ətrafında fərqli və bəzən təxribat xarakterli fikirlər dilə gətirilir və Xəyal Bəşirov isə Elton Məmmədovun dediklərinə belə bir münasibət bildirir ki, Elton Məmmədov bir vaxtlar Ramiz Mehdiyevin rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərib, sonradan münasibətlərində ziddiyyətlər yaranıb, mövqeləri toqquşub. Hazırda Vəkillər Kollegiyasının üzvü olan Kamal Əliyev də vaxtilə hakim olub və bu mövzu ilə bağlı sərt açıqlamalar verib. Bu isə onu göstərir ki, hətta eyni komandada yer alan şəxslər belə müəyyən mərhələlərdə bir-birinə qarşı mübarizə aparırlar. Azərbaycan dövləti istintaq orqanları ilə və Bakı hərbi məhkəməsi üçün dövlət maraqları nə tələb edirsə, bu istiqamətdə zəruri suallar həmin şəxslərə verilir. Ehtimal olunur ki, sualların bir qismi artıq ibtidai istintaq mərhələsinə çevrilib. Çünki Arayik Artunyan, Bako Sakyan, David İşxanyan və digərləri ilə bağlı həmin şəxslərin məlumatlı olmaması inandırıcı görünmür. Onların ən azı
bu şəxslərin fəaliyyəti barədə məlumatlara malik olduqları ehtimal edilir və ekspert onu da qeyd edib ki, İstintaq davam etdiyindən bəzi məlumatlar ictimaiyyətə açıqlanmır. Xəyal Bəşirov onu da sonda qeyd edir ki, Tərtər işi ilə bağlı adı çəkilən şəxslərə sualların verilməsi real ehtimaldır və onların cavabları indiyədək məlum olmayan faktlar üzrə çıxara bilər. Bu, həm bizə qarşı Tərtər işindən istifadə edən qüvvələrin əsl niyyətlərini ifşa edə bilər, bu da həm də məsələnin özündə gizli qalan məqamların aydınlaşdırılmasına yardımcı olar. Unutmaq olmaz ki, cinayət proseslərində əsasən ibtidai istintaq zamanı cavab tapılmayan suallar məhz məhkəmə istintaqı zamanı cavablandırılır və bu baxımdan qeyd olunan ehtimallar tamamilə əsaslıdır. Bəli, Tərtər işi ümumiyyətlə bir çoxlarını maraqlandırır. Həmçinin Tərtər işində o zülmü görən hərbiçiləri və onların yaxınlarını və həmçinin də digər həyatını itirmiş hərbiçilərin də yaxınlarını bu maraqlandıran məsələlərdir. Orada yəni qaranlıq qalan məqamlar, bu prosesləri həyata keçirən qüvvələr kimlər idi və bunların araşdırılmasını həmin zülmlərdən əziyyət çəkmiş və ya onların yaxınları tələb eləyirlər və bütün bu proseslərdə də bu cür dövlətə xəyanətlə məşğul olan qüvvələrin də əlinin olması böyük bir ehtimaldır.